Bismillahirrahmanirrahim. Allahümme accilli veliyyikel fərəc. Mübarək Ramazan ayının bizlərə verdiyi ən üstün, ən dəyərli örnəklərindən biri də bu ayda bağışlana bilməyimizdir. Necə ki, İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur, ən bədbəxt o şəxsdir ki, Allah ayını başa vura, lakin bağışlanmamış bu aydan çıxmış ola. Odur ki, Həzrət bizləri bu ayda istiğfarımızı, yəni tövbəmizi, yəni tövbə zikirlərimizi həm əməl ilə və həm dil ilə həyata keçirməyimizi çox israr etmişdir. Bu mübarək Ramazan ayının ən əsas mahiyyətlərindən biri də xüsusi tövbədir ki, bir daha həmən günahlara dönməmək şərti ilə Allah Müteal bizləri həqiqi tövbəkarlardan qərar versin.